Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Axşamınız xeyir olsun müəllimə. Salam müəllim. Axşamınız xeyirli olsun. Axşamınız xeyir. Axşamınız xeyir. Axşamınız xeyirli olsun dəyərli müəllimlər. Necəsiz? Axşamınız xeyir. Axşam Sağ olun, Şükürlər müəllim. olsun. Xanım, siz necəsiniz? Necəsiz? var olun, mən də yaxşıyam. Gözlənilmədən imtahan elan olundu müəllimlər. Ona görə də vaxtımız deyə bilmərəm azdır, çoxdur. Mən belə fikirləşirəm 24 yanvara qədər, yəni bu yanvar ayında hələ ki müsahibə olmaz. Amma inanmıram ki 2 aydan da çox vaxtınız olar. Yəni bir ay yarım maksimum belə mənə elə gəlir vaxtınız var. Müsahibənin tarixi haqqında konkret məlumatım yoxdur. Zaten nə haqqda məlumatım olursa paylaşıram. Deməli, sənədləri qəbul olunan müəllimləri təbrik edirəm. Onlara uğurlar arzu edirəm. Yəni çox az müəllimin sənədləri qəbul olunub, amma sənədləri qəbul olmayan müəllimlər 51-dən aşağı olan müəllimlərdir. Hətta məktəbdə direktor əvəzi işləyir, təşkilatçı işləyir, amma sertifikasiya MİQ və yaxud da diaqnostik balı 49-dur, 48-dir. Yəni fərqi yoxdur. 51-dən aşağı olan müəllimlərin heç birinin sənədləri qəbul olunmayıb. Onlar test mərhələsinə gedəcək. Test mərhələsində də 60 sual olacaq, 50 ixtisas, 10 da kurikulumdan olacaq. Kurikulumu yaxşı təkrarlayın, xüsusən də qiymətləndirmə bölməsini. 50 sual da ixtisasdan olacaq. Müəllimlər çox güman ki, mən belə fikirləşirəm, düzü qruplarda da paylaşdım. Yəni keçən ilin sertifikasiya MİQ suallarına baxın, xüsusən də sertifikasiya suallarına baxın. Çox güman ki, həmən suallar düşməsə də, amma o tipdə suallar düşəcək. Yəni ola bilsin ki, orada rəqəmi dəyişsinlər, ya nəsə bir cümləni dəyişsinlər, amma mən elə gəlir ki, sualların formatı eyni. Bu bir istiqamətdir. Kim necə istəyir, yəni ixtisasdan gedib yaxşı toplamalısınız ki, 51 bal. Yəni 85% əvvəlcədən də demişlər ki, 85% toplayanları 500 plus direktorların işə qəbul imtahanına baxacaqlar. 150 şagird sayı 150-yə qədər olan məktəblərdə isə orada artıq özləri təklif eləyirlər. Məsəl üçün bu gün bir neçə regiondan mən demək müavin işləyən həmkarlarım var ki, onlar mənə yazdılar, onlara 150-yə qədər olan məktəblər təklif olunub. Əgər belə məktəb kiməsə təklif olunubsa, mütləq dəyərləndirin. Çünki 150-dən 150-yə şagird sayı 150-yə qədər olan məktəbdə direktor işləyib, daha sonra böyük məktəbə yer dəyişmə etmək, rotasiya etmək daha asandır. Sonra belə müəllimlər, yəni MİQ və diaqnostik sertifikasiya balı 85%, yəni 51 və daha yüksək olan müəllimlər keçib. Hətta elə bir müəllimim var ki, deməli alimlik dərəcəsi var, amma hal-hazırda da direktor müavini işləyir, amma keçməyib. Növbəti imtahanına keçməyibdir. Ona görə müəllimlər MİQ, diaqnostik sertifikasiya balı burada üstün tutulub. Fərqi yoxdur, dərəcəniz var, yoxsa yox, təşkilatçı işləyirsiniz ya yox. Birinci MİQ diaqnostik sertifikasiya balı deməli üstünlük tutulub. Belə müəllimlər, bu bizim ilk dərsimizdir. Mən hər zaman ilk dərsi ödənişli sınaq dərs kimi keçirəm. Evə heç bir tapşırıq verməmişəm. Çünki ilk dərsdə mən elə tapşırığı verirəm. Deməli növbəti dərsimiz həftənin 1-ci günü olacaq müəllimlər. Bu gün həftənin 4-cü gündür. Evə çoxlu tapşırıq verəcəm. 5, 6 bazar günü yaxşı öyrənirsiniz. Ümumi təhsil haqqında qanun, təhsil haqqında qanun, bir də əmək məcəlləsində edilən dəyişikliklər, ümumiyyətlə əmək məcəlləsində edilən dəyişikliklərlə bağlı bir təlimə qatılmışdım. Orada dəyişikliklər var, amma çoxu sizə aid deyil də. Yəni biz zaten əmək məcəlləsində olan fəsillərin hamısını keçmirik. Hansı hissələr ki sizə lazımdır, siz onu bilməlisiniz. Mən onu həftənin 1-ci günü sizə xüsusilə vurğulayacağam ki, əmək məcəlləsinin hansı hissəsində dəyişiklik edilib. Hansı ki siz direktor olmaq istəyirsiniz, siz bu dəyişiklikləri bilməlisiniz. Belə müəllimlər, evə ümumi təhsil haqqında qanun, təhsil haqqında qanun, 1-2-3 dənə də təhsilə aid sənəd, bir də əmək məcəlləsində edilən dəyişikliklər. Bunları verəcəm.
Bu gün isə istəyirəm ki, görüm siz kim müsahibə olmaq istəyir? Ümumiyyətlə müəllimlər, indi sizə bir sual bilirəm, qaranlıq qalır ki, bizim müsahibə dərslərimiz neçə müddət davam edəcək. Hələ ki mən 2 aylıq nəzərdə tuturam. Birdən ola bilər ki, həftənin 1-ci günü elan elədilər və yaxud da elə günü sabah elan elədilər ki, tutalım ayın 29 yanvarda müsahibədir. Sizi müsahibəyə çağırırlar. O zaman biz artıq sürətlənmiş rejimə keçəcəyik. Məsələn, mənim elə qruplarım olub ki, müsahibə qrupumuz yığılıb. 2 gündən sonra dərsə başlayırıq. Müəllimlərə məlumat gəlib ki, artıq siz müsahibəyə dəvət olunursunuz. Məsələn, elə 2 gündən sonra müsahibəyə dəvət olunursunuz. Onda heç də müəllimlər təsəvvür edin ki, 5 saat, 6 saat biz müsahibə dərslərində olmuşuq ki, müəllimlər müəyyən bir baza ilə, bəli, elə Anar müəllim sizin qrupunuz idi də, səhv etmirəmsə. Yadınıza gəlir biz 5 saat dərsdə olmuşdu. Axşamınız xeyir olsun müəllim. Xoş Axşamınız xeyir. gördük. Bəli müəllim abi. Əfsuslar olsun ki, əziyyət çəkdik amma cavabı çıxmadı. İndi deyirlər ki, çıxacaq da Anar müəllim, nə bilim, özünüz də görürsünüz ki, Nurlan İsmayılbəyli özü ona yazılan Şəxsi mesajlara səhvlər yoxdur efendim. məlumat verir ki, cavablar çıxacaq. İndi nə formatda çıxacaq? Ümumiyyətlə biz siz necə formatı dəyişiblər deyə, yəni ballı nəzərdə tuturlar. Ona görə biraz qarmaqarışıqlığı oldu. Amma inanmıram ki, o imtahanı tam ləğv eləsinlər də. Mən də sizin kimi gözləyirəm. Nəsə bir xəbərim olan kimi mən məlumat verirəm qruplara. Belə, Samirə xanım, axşamınız xeyir. Sual versəm olar. aha, buyurun, verə bilərsiniz. Samirə xanım, deməli biz var ya, imtahanı, test imtahanına da gedəcəyik biz. Neçə sizə müsahibə cavabı gəlib ki, müsahibə mərhələsinə. Bəli, müsahibəyə çağırıblar. Test olmayacaq. Sizdə birbaşa müsahibə olacaq. Bir dəqiqə burada bir müəllim yazdı ki, mən 49 bal yığmışam, amma məni 500 məktəb sizi çağırıblar. Müəllim, siz SMS-inizi mənə göndərin. Bəlkə ola bilər SMS-i səhv oxumusunuz. Bəlkə sizi test mərhələsinə çağırırlar. Burada Qədir İsalı adında. Bir dənə Bir də müəllimə bir sual verim. Müsahibə Bakıda olacaq, yoxsa hər kəsin öz regionunda olacaq? Müəllimə diqqətli olun, dax mən müəllimə sual verirəm. Mən bir dəqiqə yekunlaşdırım. Qədir müəllim, siz bir dənə o SMS-i mənə göndərin, zəhmət olmasa. Mənim nömrəm 055 279 21 27. Bu nömrəyə göndərin, mən bir dənə SMS-ə səhv baxım. Bir də görürsüz müəllimlər SMS-i səhv oxuyurlar, başa düşmürlər. Bir dənə çünki 49 balla keçən mən görməmişəm. 49 balla keçəni görməmişəm. 51 bal, 50 bal da çağırmayıblar. 50 bal. Əgər varsa, axı 85%-dən aşağı olur. Kim 49, 50 balla çağırılıbsa, zəhmət olmasa onun screenshotunu atın mənə göndərin. Samirə müəllimə, axşamınız xeyir olsun. Bir. Müəllimə, Bakıda, çox güman ki, Bakıda olacaq müsahibə. Çünki həmişə 500+ direktorlar müsahibəsi Bakıda olub. Buyurun Taliyə müəllimə, salam, hər vaxtınız xeyirli olsun. Salam, hər vaxtınız xeyir. Məndə də 50+ deyildi də, yəni ki, sertifikasiyada. Məni də çağırıblar, yəni ki, müsahibəyə. Amma mən imtahanda iştirak eləmişdim, orada 75 bal toplamışdım, ola bilər bəlkə ona görə. Yox, siz hansı balından orada qeydiyyatdan keçmişsiniz? Mən elə diaqnostiklə keçdim, 44 yığmışdım. 44. 44-dən keçmişsiniz. 44-lə sertifikasiyadan da 43 idi. Mən amma müavinlərin imtahanında 75 toplamışdım. Amma 500+-u seçməmişəm də, mən 500+-dan aşağını seçmişəm, bəlkə ona görə. Ola bilər. 500+, ola bilər ki, sizə 500+ təklif eləməyəcəklər, 500- təklif eləyəcəklər. Mən həm də Qarabağ regionalı ora istəyirəm də, yəni Qarabağa görə orada olan məktəblər. Söhbət 500+-dan gedir. 500+-lara 51 baldan aşağını çağırmırlar. 500- olar. Hətta bugün bəzi regionlarda məktəbdə müavin işləyənlərə 150-yə qədər məktəblər təklif eləyiblər, imtahansız təklif eləyiblər. Yəni belə də ola bilər. Sizə 500+-a təyinat olmayacaq. Olsa gedib yaxşı hazırlaşıb cavab versəniz, 500- ola bilsin, təyinat versinlər.
Bir də ki, belə dedilər ki, müavin də burada təyin eləyə bilərlər. Bəli, Də, bəli. yəni ki, müsahibədə. Onu da yaxşı yadıma saldınız Taliyə müəllimə. Bax bu imtahanda, yəni mənim nə qədər müdavimlərim olub ki, gedib məsələn yüksək balla kəsilmək. Yüksək balla kəsilmək bilirsiniz nədir? 5 baldan 3 balını toplamaq lazımdır ki, müsahibə mərhələsində uğur qazanasınız. Amma 3 bal toplamırsınız, tutalım 2,8, 2,7, yəni 2 nə qədərsə bal toplayırsınız, onda müavinlik, təşkilatçılıq təklif eləyirlər. Mütləq təklif edirlər. Yəni nə qədər müdavimlərim var. Taliyə müəllimə, siz elə müavin olmaq istəyirsiniz də, səhv etmirəmsə. Bəli, bəli. Hələ ki, indi inşallah Qarabağa gedəndə orada da istəyərdim də ki, direktor kimi. Amma hələ ki, müavin kimi istəyirəm. Başa düşdüm müəllimə. Oldu, çox sağ olun. Sağ olun, siz də sağ olun. Biz başlayaq dərsimizə, müəllimə. Bilirəm, hər birinizin sualınız çoxdur. Şəxsidə də nə qədər danışırıq. Hər zaman da suallarınıza cavab verməyə hazıram. Amma gəlin dərsimizə başlayaq. Ondan sonra vaxtımız qalarsa nə qədər istəyirsiniz sual verin. Müsahibə mövzuları göndərəcəm. Həftənin bir də növbət dərsimiz birinci gün olacaq, mövzuları göndərəcəm. Amma bu gün istəyirəm ki, ümumi sual cavab edim. Kim hazırdırsa, zəhmət olmasa əlini qaldırsın. Kim istəyirsə müsahibə olunmaq, sinxron müsahibə edək. Buyurun. Heç kim istəmir, ay müəllimə, bəs dərs necə eləyək? Xumara müəllimə, salam. Salam, axşamınız xeyir. Axşamınız xeyirli olsun. Necəsiz? Hamını salamlayıram, hamıya uğurlar arzu eləyirəm. Şükür Allaha, yaxşıyıq. Xumara müəllimə, Biraz biraz heyecan keçirdirəm. İndi belə də bilirsiniz necə? Bir tərəfdən istəyirəm ki, tezliklə bitirsin. O bir tərəfdən istəyirəm, istəmirəm. Amma bu heyecan biraz mənə şey eləyir də ki, necə olacaq, nə olacaq? Nə bilim, inşallah ki, həyəcanlısınız. Birdən onlarda orada sizin həyəcanlı olmanızı hiss edərlər. Bu suala nə cavab verərsiniz? Həyəcanlısınız. O bilirsiniz normal haldır da. Bəli, yəni ki, o bu normal haldır. Yəni mən insanam, canlıyam da. Yəni mən də bu mənim emosiyalarımdır və o normal bir haldır. Məsuliyyətdən irəli gəlir. Buna qısa və konkret cavab verək ki, təbii ki, məsuliyyətdən irəli gəlir ki, həyəcanlanırsınız, amma yox, mən həyəcanlı deyiləm, belə demək doğru deyil. Həyəcanlısınızsa, onu orada necə deyim, gizlədə bilmirsiniz də, onu büruzə verir sizin bədən dilinizlə. Ona görə siz bunu necə deyim, məsuliyyətli olduğunuz üçün həyəcanlı olduğunuzu vurğulaya bilərsiniz. Xumar müəllimə, mən sizə birinci təşəkkür edirəm ki, hər zaman mənə güvənirsiniz. Həqiqətən də siz çox nailiyyətli bir müəllimsiniz. Yəni bu qədər nailiyyətlərlə bərabər məni seçirsinizsə təkrar olaraq, sizə ancaq mən öz təşəkkürümü bildirə bilərəm. Çox sağ olun, siz də sağ olun. Siz də sağ olun müəllimə. Xumar müəllimə. İnşallah bir nəticəyə gələrik, inşallah. Görək, inanıram. Xumar müəllimə, deməli, əgər müsahibəyə hazırlaşırsınızsa, mən daima ilk öncə istiqamətim odur ki, siz Bakı təhsildə işləyirdiniz də, düzdür? Liseydə işləyirdiniz. Bəli. Yox, mən indi biz keçmişik indi Bakı təhsilə bu keçən ildən. Bundan qabaq bizim lisey Təhsil Nazirliyə tabe idi. Bəli. Hansı Zəngi liseyi idi? Hansı lisey idi yadımda? Yox, Tərəqqi liseyi. Tərəqqi liseyi. Deməli Xumar müəllimə, mən tövsiyə edirəm ki, siz Bakı təhsilinin Facebook səhifəsini izləyəsiniz, saytını izləyərsiniz. BŞT nəyə dayalı səhifə? baku.edu.gov.az. Bu saytı izləyin. Sonra Facebook səhifəsini, Nazirliyin edu.gov.az saytını izləyin. Bir də ki, bizim respublikamızla bağlı ən son yenilikləri bilməlisiniz. Yəni çalışın gündə bir dəfə çox olsa xəbərləri izləyin. İctimai televiziyada, ATV-də olan, yəni bir yarım saat, 1 saat axşam xəbərləri izləyin ki, bir də görsə sual verirlər, Ərdoğan prezident Ərdoğana nə üçün yığıb? Ərdoğan axırıncı dəfə Azərbaycanda nə vaxt olub? Prezidentin son səfəri hansı ölkədir? Sonra nə sual vermişdilər? Mən faktiki verilən suallardan deyirəm sizə. Cənab prezident, cənab nazir Emin Əmrullayevin son görüşü hansı ölkəyə olub?
daha çox Özbəkistan, Qazaxıstan, Gürcüstan, yəni bu Aha. ölkələrdə daha çox olur. Ona görə deyirəm ki, hər gün bir dəfə xəbərlərə baxsanız kifayətdir. Yəni orada artıq siz Yaxşı. məlumatınız olacaq. Aydın oldu. Bildim. Oldu, aydın oldu. Teşekkür. Başlayaq. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təhsil icbariliyi necə təmin olunur? Bu sual-cavabları PDF şəklində göndərəcəm. Sadəcə indi istəyirəm ki, ümumi, yəni təhsilin içindəsiniz də, müəllimə neçə vaxtda hazırlaşırsınız, cavab verə biləcəyiniz suallardan verim hələ ki. Konstitusiya Samira müəllimə, açığı desəm, bax açığı desəm. Mən hazırlaşıram, hər dəfə qoşuluram. Amma mənim o qədər işim olur ki, mən belə deyək də dərindən oturub hazırlaşa bilmirəm. Amma bu dəfə söz vermişəm ki, oturub hazırlaşacağam. Xumar müəllimə, siz görün nə qədər iştirak edirsiniz də o tədbirlərdə, qalib olursunuz, layihələrdə. Yəni sizin beyninizdə o qədər material var, o qədər məlumat var, elə bilirsiniz ki, heç nə bilmirsiniz. Amma sizə sual verəndə hər şey o necə deyim, o daşlar hər yerində oturacaq. Yəni indi elə bilirsiniz ki, heç nə bilmirsiniz. Çünki beyniniz qarşıda. Amma sualı veriləndə onlar hamısı öz yerində oturacaq. Azərbaycan Respublikası Konstitusiyasına əsasən təhsilin icbariliyi necə təmin olunur? Biz deyirik ki, icbari təhsil. Neçənci sinifə qədər təhsil icbaridir. İcbari məcburi deməkdir də, düzdür? 9-cu sinifə qədər də hamı, bütün deməli, belə deyək də, Azərbaycan vətəndaşları 9 illik orta təhsil almalıdır. Uşağı valideyn tədrisdən yayındırır. Bunun cəriməsi varmı? Tədrisdən yayındırır. Cəriməsi? Vallahi onu deyə bilmərəm. Mən 100 manatdan başlayır. Necə? Cərimə var? Bəli, əlbəttə var. Minimum 100 manatdan başlayır. Əgər valideyn, biz necə həmişə biz Facebookda, digər sosial şəbəkələrdə elə ancaq müəllim işdən çıxdı, müəllimə töhmət verildi. Bu hallara rastlaşırıq. Valideynlərlə bağlı çox az deməli cərimələri görürük. Ona görə elə bilirik yoxdur. Valideynlər də əgər öz azyaşlı övladını təhsildən yayındırırsa, baxır nə səbəbdən. Minimum 100 manatdan cəriməsi başlayır. Hətta 60 manatdan başlayır. Hətta Xumar müəllimə, xarici ölkədə mənim bir keçən dəfə ödənişli qruplarda da müəllimlərə vurğuladım. Bir yaxın rəfiqam var, Londonda qalır. O qayıdır deyir ki, yağışdır, qardır, borandır, tufandır. Bu səbəbə görə əgər uşağı dərsdən yayındıran valideyn varsa, qışda yağış, qar olar da. Yəni buna görə, hava şəraitinə görə övladını dərsdən yayındıran valideynə həmən 300 manat cərimə gəlir. 300 dollar cərimə gəlir. Həmən onun kartına, necə ki biz yol hərəkət qaydalarını pozduqda bizə cərimə gəlir, radar azad, düzdür? Eləcə də deməli bax həmin o valideynlərə cərimə gəlir. Mən belə düşünürəm ki, bunu bizdə də eləsələr, həm müəllimlərə dəstək olar, həm rəhbərlərə dəstək olar ki, biz məktəbi idarə edə bilək. Yəni valideynlərə cərimə mütləq gəlməlidir. Üzürsüz səbəbdən övladını təhsildən yayındırdığına görə. Məktəbə hazırlıq qrupları neçə yaşdan başlayır? 5 yaşından başlayır da. İbtidai təhsil bəs? Necə? İbtidai təhsil 6 yaşından. Bəs məktəbə qədər? Məktəbə qədər 5 yaşından başlayır da, 5 yaşı tamam olanda. O məktəbə hazırlıqdır. O siz dediyiniz məktəbə hazırlıq. Məktəbə hazırlıq. Podqatovka 1-dən 6-ya qədər. Bildim. Amma belə 3 yaşından sonra başlayır da məktəbə qədər, bəli, 3 yaşından sonra. O əvvəl idi. İndi təhsil haqqında qanuna əsasən 1 yaşdan 6 yaşa qədər. Yadınızda saxlayın. 1 yaşdan 6 yaşa qədər, bəli, məktəbə qədər təhsil pilləsini əhatə edir. Təhsilin hansı formaları var müəllimə? Təhsilin formaları rus dili. Mən gəlib bunları hamısını Azərbaycan dilində oxuyum hamısını ki yadıma düşsün də. Rus dilində mənə biraz asandır, Azərbaycan dilində çətindir. İndi inşallah söz verirəm. Gələn dəfə hazır olacağam. Əmrə müəllimə. O sizin qırmızı kitabdan oxuyacağam, gələn dəfə hazır olacağam. Yaxşı. Onda mən burada başqa müəllimdən soruşum. Oldu. Təşəkkür edirəm. Sağ olun. Burada piano virtuoz adı ilə daxil olan müəllim zəhmət olmasa buyurun açın mikrofonu.
Salam Samirə xanım. Sevinç müəllimədir. Sadəcə mən ilk dəfədir qoşulmuşam deyə ona görə adımı qeyd edə bilmədim. Üzrü sayın. Eyb yox, problem yoxdur. Mən hələ ki özünü təqdim etmə soruşmuram. Nəyə görə? Çünki nümunə Bəli. göstərməmişəm. Belə deyək də, istəyirəm ki, o nümunəyə əsasən özünü təqdim edəsiniz. Onu inşallah birinci gün sonra. Sualınıza cavab verə bilərəm istəsəniz. Hansı təhsil formalar? buyurun. Formal, Aha. informal, qeyri-formal. Formal təhsil forması odur ki, bizim ümumi təhsil məktəbi, yəni Hı -hı. tədrisin sonunda bizə dövlət sənəd verir. Hı -hı. İnformal təhsil odur ki, özünü təhsil, yəni kurslarda, məşğələ, yox, üzr istəyirəm, özünü təhsildir. Amma qeyri-formal təhsil isə kurslarda, dərnəklərdə, məşğələlərdə aldığımız təhsil formasıdır və bu belə. Aha, yaxşı müəllimə. Heyecanlıyam, Bu il nə üzrü sayın. ildir? Biz bilirik ki, hər il dekabr ayında cənab prezidentimiz növbəti ili bir il kimi elan edir. Kim Şəhər salma və memarlıq ili, şəhər salma. Bəli, tamamilə Səhv doğrudur. Şəhər salma və memarlıq ili. 2025-ci il konstitusiya və suverenlik ilidir. Vacib olanları deyirəm. Heydər Əliyev ili 2023-cü ildir. Bir də uşaq hüquqları haqqında 2009-cu il isə uşaq ili. Uşaq ili 2009-cu il isə uşaq ilidir. Bu vacib olanlar dedim, o birlər düşmür. Əsas Heydər Əliyev ilini bilməliyik ki, Heydər Əliyevin 100 illiyi münasibətilə o 2023-cü ili Heydər Əliyev ili olmuşdu. Bu il isə şəhərsalma və memarlıq ilidir. Müəlliməm, mən sizə faktiki verilən suallardan verin. Bir də qrupa çoxlu faktiki verilən suallardan göndərəcəm. Bu sizə çox faydalı olacaq. Bir dəqiqə, o PDF-i açım. Mən gözləyin. Aha. Hə, səviyyələri sayın müəllimə, zəhmət olmasa. Ümumi təhsilin səviyyələrini. Pillələrin sayım müəllimə, sonra pillələrində səviyyələrin sayım. Olar, Düzdürmü? olar. Məktəbə qədər təhsil, Hı -hı. yox, üzr istəyirəm, məktəbə qədər təhsil 3-5 yaş arası, sonra gəlir məktəbə ümumi təhsil özü məktəbə qədər 5 yaşlı, sonra ibtidai təhsil 1-ci, 4-cü sinif, ümumi orta təhsil 5-ci, 9-cu sinif, tam orta təhsil 10-11-ci sinifdir. Daha sonra gəlir peşə təhsili pillədir, ilkin peşə təhsili, yüksək peşə təhsili, yox, ilkin peşə təhsili, texniki peşə təhsil, yüksək peşə təhsili. Daha sonra gəlir orta ixtisas təhsili, daha sonra ali təhsil özü də bakalavr, magistr, düz deyirəm də, hə. Bəli, doktorantura, bir də adjunktura. Doktorantura, yəni unutdum bir anlıq. Bu belə müəllimə. Deməli, siz yenə də qarışdırsınız. Az öncə Xumar müəllimədən də soruşdum. Məktəbə qədər pillədir. Ümumi təhsilin ilk mərhələsində Məktəbə hazırlıq. Məktəbə hazırlıqdır. Yəni 3-5 Məktəbə hazırlıqdır. Özü məktəbə qədər 3-5 yaş yox, 1-6 yaş. 1-6 yaş, yaxşı müəllimə. Yaxşı müəllimə, təhsildə ən son yenilik nədir? Ən son yenilik. Hə? Hansı məktəbdə işləyirsiniz? Hansı məktəb? Bərdəşəhər 8 nömrəli tam orta məktəb. Harda? Bərdəşəhər 8 nömrəli tam orta məktəb. Məktəbinizdə bu il BSG necə keçiriləcək? Bu il BSG. Rəqəmsal. Bəli, neçənci siniflər? Əsasən deyirlər ki, müəllimə 4-cü sinif, 9-cu siniflər. 4 və 6-cı siniflər. Bəli, 4 və 6-cı siniflər Hə. Teams proqramı ilə rəqəmsal şəkildə. Bəli, Teams proqramı ilə. Yenilik bunu deyə bilərik ki, sənədlər, attestat və diplom elektron formada olacaq. Bəli, tamamilə doğrudur. Bu il təhsildə olan ən son yenilikdən biri budur ki, bu qanunda var idi, çoxdan var idi. Mən həmişə təhsil haqqında qanun, təhsil haqqında qanunu keçəndə deyirdim ki, bunlar da elektronlaşacaq. Necə ki, əmək müqaviləmiz elektronlaşıb, əmasda biz onu imzalayırıq. Üzrlü sayın müəllimlər, eləcə də attestatlar, arayışlar şagirdlərə elektron qaydada veriləcək. Yəni kağız sərfiyyatın qarşısının alınmaq üçün bundan istifadə olunur. Deməli, BSG-ni dedik müəllimə, BSG-ni dedik. Sonra rayon məktəbləri artıq bəziləri distant təhsilə keçəcək. Hansı məktəblər? Kənd məktəbləri, uşaq sayı az olan məktəblər. O da bilirsiniz necə müəllimə?
Tutalım ki, elə bir məktəbdə işləyirsiniz ki, ora fizika müəllimi birdən getmir də. Yəni gedib şərait yoxdur, gedib orada işləmək istəmir. Bu uşağa fizika dərsini riyaziyyat müəlliminə verirdilər. Düzdür? O da axsaq qaldı, Bəli. keçə bilmirdi. Yəni mümkün deyil də bir müəllim iki fənni yüksək səviyyədə tədris eləsin. Onda hər rayon üzrə mərkəzləşmiş bir məktəb olacaq. Ora kompüterlə, yəni orada müəllimlər üçün xüsusi otaq ayrılacaq ki, onlar dərsi keçə-keçə həmin o hansı məktəbdə ki, tutan fizika müəllimi yoxdur, o uşaqlar elektron qaydada, yəni distans şəkildə mərkəzləşdirilmiş məktəbdə olan müəllimin fizika dərsinə qoşula bilsin. Bunu indi pilot layihə kimi növbəti tədris ilindən artıq həyata keçiriləcəklər. Yəni fənlərin birləşdirilməsinə bir sözlə deyək icazə verilməyəcək. Yəni o şəhər məktəblərində bu mümkün deyil, amma rayon məktəblərində bütün fənləri tədris edən müəllimlər kadr çatışmazlığı olduqca tədris edə bilirlər. Amma gələn ildən artıq onu edə bilmirlər. Yaxşı, inklüziv təhsil nədir? İnklüziv təhsil. Sağlamlığı deyəcəm. Sağlamlıq cəhətdən, yəni əqli geriliyi olan uşaqlar üçün verilən təhsil formasıdır da. Bu sağlam uşaqlarla Fərdi yanaşmalığı. məhdud şagirdlərin bir yerdə Məhdud şagirdlərin, sağlamlığı məhdud şagirdlərə verilən təhsil formasıdır. Yəni fərdi yanaşmadır da əsasən burada şagirdlərə. İnklüziv təhsildə təkcə sağlamlıq imkanları məhdud şagirdlər yox, həm də sağlamlıq imkanları məhdud şagirdlərlə sağlamla sağlamlıq imkanları məhdud şagirdlərin bir yerdə təhsil almasıdır. Birgə təhsil bu. Aydın oldu? Birlikdə təhsil almasıdır. Və təhsil müəssisələrinin sayını azaldırlar. Orada siniflərin sayını azaldırlar artıq. Evdə təhsili azaldacaqlar. Bütün bunları ümumi təhsilə verəcəklər. Ümumiyyətlə internat məktəbləridir. Məsələn, elə Bakıda bir çox internat məktəbləri var ki, artıq onların adları məsələn belə gedir. Sanator tipli ümumi təhsil müəssisəsi. Məsələn, yəni artıq orada xüsusi təhsil müəssisəsi adı kimi getmir. Yəni sanator tipli ümumi təhsil nədir müəssisəsi? Bunlar ona görədir ki, həmin sağlam şagirdlər sağlamlıq imkanları məhdud şagirdlərlə bir yerdə təhsil alacaq ki, onlar cəmiyyətə inteqrasiya olsunlar. Aydın müəllimə? Bəli. Bu da belə. Bəli, bir dəqiqə sizə vacib yerindən verim. Müəllimə, TİMİS nədir? TİMİS. Platformadır da, yəni bildiyim şeylərdə həyəcandan unuduram. Yəni ki, təhsil baş hərfinə baxır da, təhsil mərkəzləşdirilmiş informasiya sistemi. Təhsil mərkəzləşdirilmiş informasiya sistemi. Aydın oldu? Məktəb rəhbərinin iş rejimi kim tərəfindən müəyyən edilir? Məktəb iş rejimi. Məktəb rəhbərinin iş rejimi? Bəli, iş rejimi. Məktəb bilmirəm, amma belə deyə bilərəm ki, regional tərəfindən, yəni o iş rejimi müqavilə, bəli, müqavilə. Nəinki məktəb rəhbərinin, elə direktorun da, müavinin də, müəllimlərin də, bizim hər birimizin iş rejimi deməli müqaviləmizdən. Tədris dili Azərbaycan dilidir. Digər dillərdə də tədris aparıla bilər. Bizim respublikamızda hansı dillərdə tədris aparılır? Rus dilində, fransız dilində, ingilis dilində tədris aparılır. Bunlar xarici dillər sayılır müəllimə. Amma tədris dilində, fransız dilində məktəb var bizdə. Nə deməksiniz? Rus dili var müəllimə, rus dili var, ingilis dili var. Rus dili bir də gürcü dili, yadınızda saxlayın. Gürcü dili. Rus dili və gürcü dili, bəli. Yəni gürcünü 2 dəfə dəyişdirəm. İndi düzdür, İsrail məktəbi də var müəllimlər. Düzdür, o qanunda yoxdur, yazılmayıb, amma var. Məsələn, Bakıda 46 nömrəli məktəb var ki, məktəb 2 yerə bölünüb. Bir tərəfi Azərbaycanlılardır, bir tərəfi İsrail övladlarıdır. Samirə müəllimə, bəs bu gürcü dili hansı məktəblərdə tədris olunur? Şimalda, şimal tərəfdə. Gürcülər. Haralısınız müəllimə? Hansı region idi, yadından çıxdı? Qarabağ, Bərdə. Bərdə. Bir dənə Qax tərəfə gedin, Qax, Şəki, Balakən. Bildim müəllimə. Elə bilərsiniz ki, Gürcüstandasınız. Nə qədər var. Məscid yoxdur ki, orada doludur kilsən. İndi burada Qaxlı müəllimlər daha da təsdiqləyər. Qaxdan, Şəkidən, Balakəndən, Zaqataladan olan müəllimlər yəqin təsdiqləyər.
Sonra yaxşı müəllimə, sizlə sağollaşım ki, keçim digər müəllim. Təşəkkür. Siz də sağ olun. Banu adı ilə daxil olan müəllim, buyurun. Bəli, Samira xanım, axşamınız xeyir olsun. Axşamınız xeyirli olsun. Başlayaq müəlliməm. İnşallah başlayaq. Dövlət standartları minimum neçə illik tərtib olunur? Dövlət standartları. Dövlət standartları 5 il. Minimum 5 illik. Minimum 5 Aha. illik. İlk dəfə 2010-cu ildə bu sənəd imzalanıb. 10 il onda 7 dənə standart var idi. Ondan sonra bu standartlar daha da təkmilləşdi. 13 dənə standart oldu. 2020-ci ildə daha da deməli təkmilləşdi. Aydın oldu? Bəli, bəli. Müəllim dərsə gecikir və bu davam Aha. etməli. Gəlin biraz da situativ suallar verək. Aha, bəli, bəli. Siz necə davranırsınız? Siz də direktorsunuz. İlk növbədə müəllimlə gecikməyin səbəbini öyrənərəm ki, yəni hansı səbəbə gecikir müəllim. Əgər ola bilər ki, ilk anda bəzən olur ki, övlad xəstələnir və ya o an elə bir ciddi bir hadisə baş verir ki, yəni o anlıq düşünmək olar nəsə. Amma sonradan ki, bu davamlı halına gəlirsə, təbii ki, tədbir görülməlidir, izahat alınmalıdır müəllimin, xəbərdarlıq olunmalıdır. Ən çox Yəni- gecikən müəllimlər məktəbin tinində qalan müəllimlərdir. Evləri az qala bitişik olur məktəbə. Onlar gecikir, amma 1 saat yarım, Bəli, bəli, təcrübədə odur, eynən. yarım saat tez gəlirlər. Çünki yolu nəzərə Bəli. alırlar. Ən çox gecikən müəllimlər olur. İndi Amma çıxarım. ilk növbədə fərdi şəkildə danışılıb səbəbi öyrənərəm ki, yəni hansı səbəbə gecikir. Əsaslı bir səbəb olsa, yəni o anlıq keçmək olar. Amma yox, bu artıq davamlı mütəmadi bu hala gəlirsə, o zaman mütləq şəkildə izahatını alaram. Müəllimə hər nə səbəb olursa olsun, müəllim ilk öncə sizə izahat yazmalıdır. Hı hı. Sonradan sizin nə tədbir görəcəksiniz, fərdi söhbət apararsınız, nə edərsiniz? İzahat yazmağa başlayan an müəllim artıq məsuliyyətini dərk edir və növbəti dəfə artıq çalışacaq ki, dərsə gecikməsin. Aydın oldu? Yəni mütləq onun izahatını almaq lazımdır. Bir də ki, əməkdə yenilik olmalıdır. İndi hələ ki tətbiq olunmur. Nədir bu belə icazənin alınması. İcazənin alınmasını da artıq biz əmas vasitəsilə icazə ala bilərik. Əmasda belə bir bölmə var. Sonra valideyn məktəbdə müəllimdən narazıdır. Gəlir deyir narazı müəllimdən, sizə şikayət edir. Deyir, bax müəllim belədir, elədir. Siz necə reaksiya verərsiniz? Nə edərsiniz? İlk növbədə müəllimi valideyni dinləyərəm. Və əgər valideyn və ondan sonra bir müşahidə apararam müəllimin dərsində. Dərsləmələri həmin müəllimin dərsinə olan dərsləmələrin sayını çoxaldaram və əgər valideyn təbii ki, haqlıdırsa, müəllim haqqında tədbir görərəm. Yəni bir daha izahat müəllimə bildirərəm və yəni davamlı olaraq müşahidə aparıb bildirərəm müəllimə. Bəli, valideynin fikrini diqqətlə əvvəlcə dinləyirsiniz. Ümumiyyətlə problemi həll etmənin ən düşünürəm ki, Samira xanım, üzr istəyirəm. Hər şeyin başında mən elə anlayıram ki, əsas dinləməkdir, dinləmə bacarığıdır. Əgər biz nəyisə həll etmək üçün mütləq şəkildə qarşı tərəfi dinləməliyik. Yox, elə əsaslı bəzən olur ki, valideyn gəlir, bəli, deyir nələrsə, amma o haqlı da çıxır, haqsız da çıxa bilər. Amma dinləmək lazımdır, bəli. Onu mütləq şəkildə dinləmək lazımdır ki, və dinləyib mən düşünürəm ki, o an müəllimi çağırıb elə izahatı bu dəqiqə yaz, belə yox. Ondan sonra başlayırıq nəyə? Yəni belə deyək də, müşahidə aparmağa. Müəllimə, nəinki bu müəllim-valideyn münasibətləri arasında, hətta öz şəxsi həyatımızda da belədir, iş yoldaşlarımızla da, ailə ilə də. Yəni əgər biz dinləmiriksə, onda artıq problem yaranacaq, mübahisə yaranacaq. Yəni dinləmə o problemin demək olar ki, yarı faizini həll etmək deməkdir. Şagird məktəbə mobil telefon gətirir. Ümumiyyətlə şagirdlərin bilir ki, məktəbə mobil telefon gətirməsi olmaz. Düzdür? Rəsmi qaydada bəli, deyildi. Amma əvvəl deyilməmişdi deyə açığı bizə çətin idi.
Siz nə edirsiniz məktəbdə? Uşaqların telefondan istifadə etməmələri üçün, bunun qarşısını almaq üçün məktəb rəhbərliyi nə hansı tədbiri görür? Nə edirsiniz? Demək Samirə xanım, bilirik ki, məktəblərdə davranış qaydaları olub. Yəni davranış qaydalarından hər bir sinif, hər bir şagird məlumatlandırılıb və telefonla bağlı isə hər gün istər növbətçi müəllim, istər təşkilatçı, istər biz müavinlər olaraq hər birimiz indi təbii ki, direktor da başda olmaqla sinifə gələn ilk növbədə zaten biz onların hamısı məlumatlandırmışıq. Hər gündə uşaqlar məktəbə gəldikdə qapıda dayanaraq, belə deyək, qarşılayaraq, telefon varsa biz ayrıca bir lövhə yaratmışıq, yəni bağlamaq şərtindən telefonları yığırıq. Amma təbii ki, olur ki, kimsə gizlədir, gözdən qaçır və onu da ki, tənəffüs və yaxud dərs arası bir gəzib yenə sorğu-sual edirik ki, kimin telefonu əlindədir. Yox, əgər telefonu tuturuqsa, telefonu təbii ki, götürürük və bildiririk ki, dərsin sonunda, yəni bu günlük biz bildirmişdik ki, yəni telefon gətirmək olmaz. Təlimatı da onlara göstərmişdik. Amma yox, bu yenidən davam edirsə, mütləq şəkildə valideyni çağırıb xəbər etmişik və bir daha belə hal baş verirsə, onun ən asan üsulu sinifdə şkaf olur da, şkafa bir qutu, uşaqların orada hamısının telefonu olmur da zaten. Samirə xanım, o bilirsiniz necə? Bir 10 nəfərin telefonu tutalım. Bəli, bəli. Onun üçün bir balaca bir qutu təşkil eləyib sinif otağında elə onu kilitləmək daha. Amma inanırsınız ki, onu yenə də müəllimin bir xoş damarını tutub götürürlər deyə, ona görə biraz məktəb müdiriyyətindən çəkinəndə qorxurlar. Amma öz şkaflarında olanda baxırıq ki, əllərindədir ən çox. Problemlər çoxdur. Burada problemin həllində təbii ki, müəllim faktoru da danılmazdır. Birinci müəllim dərsini maraqlı keçəndə heç vaxt uşağın əlində də telefon olsa baxmayacaq o telefona. Eynən, elədir, düzdür. Maraqlı dərslər söhbət gedir. Yaxşı, müəllimlər arasında konflikt yaşanır. Görürsünüz ki, dərs gedir, dərs zamanı iki müəllim səs-səsə verib, mübahisə edirlər, dərs prosesini pozurlar. Bu halda nə edirsiniz müəllimə? O halda ilk növbədə hər iki müəllimə etik davranış qaydalarını xatırladırıq ki, yəni dərs vaxtı siz əslində bu dəqiqə 45 dəqiqə sizin məsuliyyətdir, amma siz onları sinifdə qoyub kənarda bir müzakirə aparırsınız, yəni dava gedir. Bunun üçün hər iki müəllimin izahatını almaq, o dərsi pozub, dərsi qoyub ayrı yerdə bir belə deyək, müzakirə olunduğu üçün izahatını alarıq. Ondan sonra hər ikisini fərdi qaydada dinləyib çalışarıq bir ortaq məxrəcə gəlmək. Bəli, baxın, iki insan mübahisə edirsə, bunların bu dəqiqə beyinləri elə vəziyyətdədir ki, siz onlara etik davranış qaydaları, hər hansı bir qaydasının prinsipini demək, bu bilirsiniz necə gülünc vəziyyət. Onlar sizi zaten eşitməyəcək. Nəyə görə? Çünki bunlar mübahisə edirlər. Artıq beyin necə deyim, emosional stabillikdən çıxıblar. Siz ilk öncə o mühiti sakitləşdirməlisiniz, təhlükəsiz bir şərait yaratmalısınız. Onları bir-birinə ayrı bir necə deyim, mühitə gətirmək lazımdır ki, onlar sakitləşsinlər. Bir müddətdən sonra mütləq izahat alınmalıdır. Yəni ilk öncə təhlükə, məktəbdə nə olursa olsun, təhlükəsizlik, birinci təhlükəsizlik. O sinifdə dərslər pozulur, səs yayılır. Siz də gəlib üstünə deyirsiniz ki, nədir? Ay müəllim izahat yaz, ay müəllim etik davranış qaydaları. Yəni bu ikinci. Yox, indi təbii ki, o pilləyə çatana qədər ilk öncəliklə bir sakit mühit yaradılır. Amma bəzən inanırsınız ki, Samirə xanım, elə bir an olur ki, həqiqətən, yəni nə qədər müsbət tərəfdən danışılsa da, qarşındakı insan baxırsan ki, səsini ucaldır. Daha düşünür ki, səs ucaltdıqsa mən güclüyəm. Amma o arada bir etik davranış qaydalarını, təlimatı yada saldıqda, həmin an izahat da bir i hərfini deyəndə anında müəllim sakitləşir, yadına düşür ki, mənim haqqımda nə sədbir görüləcək, səsimi tonunu azaldım. İnanın ki, olub belə. Siz müavin işləyirsiniz? Bəli. Müavin işləməyiniz hiss olunur sizin. Neçə ildir işləyirsiniz? 5 il. 5 ildir işləyirsiniz. Amma hal-hazırda da belə deyim ki, mənim kollektivimdən işlədiyim müddətdə heç bir söz-söhbət olmuyor. Ola bilməz. Çünki sizin kimi müavinləri var. Sizin bir... İnanır. Amma onu da deyim ki, mən müəllimlərimi çox sevirəm. Onlar da məni. Lap yaxşı müəllimə. Yəni, çalışmışıq ki... Şagirdin dərsə davamiyyəti çox aşağı səviyyədədir.
Bəli. aşağı səviyyədədir də. Baxırsınız ki, bir gün gəlir, 2 gün gəlmir. Məsələn, mənim dərs dediyim sinifdə bir də diqqətimi cəlb elədi ki, hər həftənin 5-ci günü bir şagirdim vardı. Bir Görürəm, şagird yəni. elə Aha. ki, fizika həftədə 2 dəfədir də. Bir gün mən ona dərsə gəlir, bir gün qayıb yazıram. Bir gün gəlir, bir gün qayıb yazıram. Axırda diqqətimi çəkdi. Gördüm ki, bu uşaqda nəsə var. Nə oldu elə? Hər həftənin 5-ci günü bu uşaq dərsə gəlmir. Artıq 3-cü həftə diqqətimi çəkdi. 2 həftə diqqətimi çəkmədi. 3-cü həftə gördüm ki, mən bu uşağı bir həftədən bir qayıb yazıram. Deyirəm, bu nə məsələdir? Sən hara gedirsən? Nə işin var sənin belə? Valideynlə danışacaq. Hə, uşaq hazırlığa gedibmiş. Bir müəllim dərs vaxtı uşağı əlavəyə çağırıb, ingilis dilinə əlavəyə çağırıb, ona görə uşaq da məcburdur, çatdıra bilmirdi. Ona görə o mənim dərsimdən qaçırdı. Ki, dərsə gəlirdi. 5-ci, 6-cı saatdan qaçırdı. Hə, mən o məsələni həll elədim. Amma elə müəllim var ki, o duyuq düşmür də, heç fərqinə də varmır ki, hər həftənin hansı günü filan saatı, xüsusən də bu 5-ci, 6-cı saatlarda olur ki, o uşaq yoxdur. Davamiyyəti zəif olan şagirdlərlə nə tədbir görərsiniz? Davamiyyəti zəif olan. İlk növbədə onu deyə bilərəm ki, davamiyyət zəifdirsə, şagirdin mütləq şəkildə dərsə olan, belə deyək də, keyfiyyət az olacaq. Yəni dərsə davamiyyət yaxşı olmalıdır ki, uşağın dərsə olan meyli artsın. Bunun da bir çox səbəb ola bilər ki, uşaq yəni dərsə gəlmirsə, bir çox belə deyək səbəb ola bilər. Nə ola bilər? Ailədə olan bir ailə nəzarətinin zəifliyi ola bilər. Uşaqda dərsə olan motivasiya. Siz nə edərsiniz müəllimə? Mən ilk növbədə belə deyək, olub elə bir şagirdimiz ki, siz bayaq dediyiniz kimi, ilk növbədə şagirdin valideynlə əlaqə saxlamışıq. Hətta olub ki, əlaqə saxlaya bilməmişik, telefon açılmayıb, ev ünvanını öyrənib evinə getmişik və maraqlanmışıq şagirdlə. Səbəb nə olub ki, uşaq yuxudan oyana bilmir. Oyada bilmirəm uşağı yuxudan. Axşam gec yatırdı, ona görə. İnanırsınız, hə. Sadəcə sonra biz uşaqla özünlə söhbət etdik ki, bəs niyə dərsə gəlmək istəmirsən? Elə yuxudan oyana bilməmişəm, bəs sən dərsin gecikirsən, dərsə zəifləyirsən falan. Belə fərdi söhbət aparmışıq, psixoloq söhbət edib. Müəllimə, deməli siz etdiyiniz tədbirləri deyirsiniz, amma müsahibədə daha yaxşı, daha cəlbedici cavab Yox, müsahibədə belə sual verilmişdi ki, mənə Samirə xanım, dərsə olan yəni şagirdin marağını necə artıra bilərsən? Uşaq gəlmək istəmir. Bax, bu sual verilmişdi. Mən ona düzdür o an cavab vermişdim. Yəni mənə elə sual verilmişdi. Onda nə etmək lazımdır? Mən də elə eyni bir çox səbəbləri bildirmişdim ki, bu ailə. Mənə vacib cavabı odur ki, dərsini maraqlı keçmək, əlaqələndirmək. Bəli. Bax, inanın ki, mənim 7-ci saatda 11 çeyə dərsim var idi. O uşaqlar məhz mənim dərsimdə iştirak etmək istəyirlər. Qızlar xüsusilə deyirdi ki, ay müəllimə, siz o qədər araşdırırsınız, həyatla əlaqələndirirsiniz ki, bizə maraqlı gəlir. Yəni müəllim maraqlı dərsin keçəndə o uşaq onun dərsində Samirə xanım, mən elə onu başda onu dedim ki, motivasiyanın çatışmazlığıdır. Yəni uşağa meylləndirmək dərsə. Yəni uşaq dərsə maraq elə bir fən olur ki, uşaq həqiqətən özü dilindən deyir ki, mən bu dərs olan günləri maraqla gəlirəm. İndi mən sizə ən son yeniliklərdən deyim. Ümumiyyətlə müəllimə, müsahibədə daha cəlbedici danışmaq istəyirsinizsə, siz yeniliklərdən və özünüzün təkliflərinizdən deyin. Məsələn, davamiyyət zəifdirsə, düzdür? Baxın, bu indi qırmızı kart, yaşıl kart, sarı kartlar var. Bəli. Bu kartlar formal xarakter daşıyır, düzdür? Amma təklifinizi irəli sürə bilərsiniz ki, məsəl üçün, bir dənə qırmızı kartı olan şagirdin KSG, BSG və yaxud da yarım il ballı tutam ki 2 bal, 3 bal aşağı olacaq. Universitetdə necədir müəllimlər? 2 dənə qaybın oldu, sənin 1 balın silinir. Məsələn 35-dən 34 bal olacaq. 34-də 33 bal olacaq, sonra da gedib 51 balı toplaya bilməyəcəksən, imtahana buraxılmayacaqsan. Yəni bu kartların tətbiq eləyirlər. Yaxşıdır, mən demirəm pisdir. Amma bunun bir cəzası olmalıdır. Cəza mütləq lazımdır. Əgər biz uşaqlara cəza tədbiri həyata keçirtməsək, onun faydası olmayacaq. Ballarından silinməlidir mütləq. İllik balından mı deyim, KSG-dən, BSG-dən mütləq kartların sayına görə olan balları silinməlidir. Valideynlər cərimə olunmalıdır. Futbol meydançasında məsələn cərimə alan futbolçu bir də görürsüz bir sezon buraxılmır meydançaya. Cəzadır. Cəza hər zaman lazımdır. Elə cəza vermək lazımdır ki, o faydalı olsun. Belə müəllimə oldu. Sizlə sağollaşın. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun.
çalışın müəllimlə müsahibəyə yeni fikirlərlə gedin. Yeni fikirlər daha cəlb edici olur. Sonra kimdən? Bu Alfa, bu deyəsən Dürdanə müəllimədir. Hə, Dürdanə müəllimə sizsiz? Tanıdım nəsə profildən. Axşamınız xeyir olsun mənim. Bəli, mənim. Hə, sizsiz necəsiz? Sağ olun müəllim, Allah razı olsun. Yaxşıyam. Yaxşısınız. Başlayaq müəllimə. Başlayaq müəllimə. Ə, Təhsil Nazirliyinə məktəbinizin haqqında neqativ rəy gəlir. İlk addımınız nə olar? Məktəblərə yoxlamalar gəlir də müəllimə. Sizin məktəbinizə yoxlama gəlib? Bəli. Ən son nə ilə bağlı? Nəyə gəlib yoxlayıblar? Ümumi yoxlama gəlib, daxili nəzarət. 2024-2025-ci tədris ilində gəlmişdi. Nəyə yoxladılar müəllimə? Gəlib əsasən nəyə baxdılar? Bütün profil sənədlərimizi, müəllimlərin davamiyyətini, şagirdlərin davamiyyətini, tədris prosesinin gedişini, bir sıra sənədlərimizi, sonra biz yeni təyin olunmuşduq, direktor müavin münasibətlərini nəzarət elədilər. Yəni onu tənzimləmək üçün bir sıra istiqamətdə işlər gördülər. Sonra rəy gəldi sizin məktəbə ki, bax bu nüanslar var, bu nüanslara baxın. Yəni gəldilər, yoxladılar, sonra da sizə məktub göndərirlər də ki, çatışmayan cəhətləriniz budur. Göndərildi sizə. Məktəb direktoru pedaqoji şurada elan elədi. Mən görmədim məktubu, ancaq elan elədi, məlumat verdi. Bəli, gəlmişdim. Bəli. Deməli, əgər Təhsil Nazirliyindən əsasən gəlib yoxlamalar TİKTA-dan gəlir də, yəni Keyfiyyət Agentliyindən gəlir, yoxlanılır. Əgər neqativ rəy gəlibsə, ilk addımınız nə olar onda sizin? İlk addım olaraq neqativ rəyin səbəblərini müəyyən neqativ səbəblərini məktəb daxilində müəyyənləşdirəndən sonra məktəbin fəaliyyət planını o istiqamətdə təşkil etmək. Və yenidən plan hazırlamalısınız da, düzdür? Bəli, yenidən plan hazırlamalıyıq və hədəf seçməliyik həmin o neqativ sahəyə. Hədəfi o istiqamətdə seçməliyik. Müəllimə, məsəl üçün neqativ hallardan biri nədir? Dərnək vermisiniz və yaxud da fakultativ vermisiniz. Gəlib görürlər ki, bunu siz fənn yönümlü keçirsiniz. Bilirsiniz də, fakultativlər və dərnəklər fənn yönümlü keçirilə bilməz. Hətta mənim qruplarımda müəllim var ki, bu yaxınlarda həmin məktəbə yoxlama gəlib, fakultativ ilə dərnək fənn yönümlü keçirildiyi üçün deməli töhmət gəlib də, belə deyək, töhmət gəlib. Ona görə keçirilməli deyil. Məsəl üçün nə deyək? Məsələn, riyaziyyatla bağlı bir dərnək açırsınız, amma oturub müəllim o riyaziyyat fənnini keçirir. Bu olmaz. Bu qəti olmaz. Çünki bu dərnəklərdə, fakultativlərdə şagirdlər yaradıcılıq yönümlü onlara dərs keçirilməlidir. Aydın oldu? Bəli. Elə şagird var. İndi mən hələ ki qanundan vermirəm. Bir də substantiv suallardan vermək istəyirəm. Çünki qanunu evə tapşırıq verəcəm. Qanunu qəşəng oxuyarsınız. Mən onun birincini soruşacağam. Biraz psixoloji suallardan istəyirəm verim. Sinifdə müəllimə qarşı şagird kobudluq edir. Elə şagirdlər var da, müəllimə cavab qaytarır, müəllimlə kobud danışır, yüksək səslə danışır. Onda nə edərsiniz müəllimə? Əgər dərs prosesində şagird müəllimə qarşı rəftarında kobudluq edirsə, ilk öncə şagirdi dərsdən biz kənarlaşdırırıq və onu müavin otağına dəvət edirik. Yəni aparırıq ora şagirdi, əyləşir, sakitləşdiririk. Ondan sonra səbəbləri araşdırırıq. Psixoloqu etmək lazımdır da müəllimə. Bəli, psixoloqu dəvət edirəm. Bəli, edirik. Əgər şagird az yaşlıdır da, düzdür. Nə qədər belə hal olsa da müəllim səsini yüksəltməli deyil. Çünki ola bilər ki, uşaq özünü idarə etməni bilməsin. Böyük insanlar özünü idarə etməyə bacarmır. O da qalsın uşaq. Uşaq əgər belə eləyirsə, ya psixoloji pozğunluq ola bilər və yaxud da hər hansı bir hadisədən törənə bilər və yaxud da müəllimin də səhvi ola bilər. Yəni ola bilər ki, elə müəllimlər var ki, məsəl üçün müəllim var şagirdi danlayır, amma deyə bilmir. Çünki yerində deyirdi. Amma müəllim var ki, bir kəlmə sözünə şagird artıq stabil vəziyyətdən çıxır. Yəni biz lazımdır ki, o şagirdi dinləyək, psixoloqa yönəldək,
valideynlə görüş keçirdək, yəni tərbiyəvi tədbirlər Bəli, görmək keçirdək. lazımdır. Amma şagirdin yenə də müəllimlə əsassız şəkildə kobud davranışına görə yenə də biz kartlar verə bilərik də, düzdür? Xəbərdarlıq kartı Bəli, verə bilərik, yaşıl kartı. Sonra lap elə şagird var ki, hətta müəllimi itələyə də bilər. Belə şagirdlər də ola bilər. O şagirdə artıq qırmızı kart veriləcək. Yəni ciddi Samira xanım, üzr istəyirəm, bir söz deyim. Şagirdi dərsdən kənarlaşdırmaq olar ki, dərs vaxtı. Əgər həmin vaxtı psixoloji vəziyyəti yaxşı deyilsə, olar. Həmin vaxtı. bəli, həmin vaxtı psixoloji Amma vəziyyət əslində yaxşı deyilsə və müəllimlə yaxşı olmadığı halda biz fərdi qarşısını almaq üçün. yox, biz onu uzaqlaşdırırıq. Müəllimə dərs prosesi pozulmasın deyə, dərs prosesi. Yəni onu məsələn psixoloqa çağırıb psixoloqa yönləndirə bilərik də, amma onu biz o vəziyyətə uzaqlaşdırsaq, o özünə nəsə edə də bilər. Mən sinifdəmi çağıraq? Sinifdəmi çağıraq? Yox, sinifdə yox. Yox. Məsəl üçün o an psixoloqla əlaqə saxlayıb gəlib psixoloqa təhvil vermək olar ki, aparın otaqda fərdi söhbət edin. Bəli, elə deyirik. Amma o otağa dəvət edirik. Yox, xanım. Psixoloqla əvvəl məktəb rəhbərləri danışır, sonra psixoloqa yönləndirib son qərarı valideynin ehtiyacı varsa valideyni dəvət edirik. Yəni bəzi hallarda olur ki, ehtiyac olmur, valideynsiz həll etmək. Biz onu vurğuladıq da, yəni psixoloqa təhvil verirsiniz. Siz bəs onu necə başa düşdünüz? Biz uşağı məktəbdən çıxardırıq. Yox, elə yox. Yox, siz yox. Xanım bildirdi ki, uşağı kimi kənarlaşdırıb, o an kənarlaşdırır. Sinif otağından deyir müəllimə. Sinif otağından deyir. Ümumiyyətlə heç bir halda uşağı məktəbdən kənarlaşdırmaq olmaz. Mümkün deyil. Dürdanə müəllimə, məktəbə iclas keçirirsiniz. Gəlir uşağın nənəsi, babası dərsi dinləyir. Və yaxud da qardaşı, bacısı gəlib dərsi dinləyir deyirəm, valideyn iclasında iştirak etmək istəyir. Buna icazə verərsiniz məktəb rəhbərliyi olaraq? Bu vəziyyətdə bəli belə hallar olur. Bu vəziyyətdə ilk dəfə ailənin vəziyyətini, durumunu deyək də, aydınlaşdırırıq ki, ola bilər ki, ata-ana 8 saatlıq iş rejimində işləyir. Onda bəzi sözləri deyib digər valideynlə əlaqə saxlayır telefonla. Amma əksər və bundan sonra da maarifləndirici söhbətlər edib valideyn iclaslarında valideynlərin iştirakının keyfiyyətə, o övladlarının dəyişikliyinə müsbət təsir edəcəyini onlara başa salırıq. Yəni burada yox sən gəlmə. Nənə, baba valideyn iclasında iştirak edə bilər, xeyr, iştirak edə bilməz. Çünki iştirak edə bilməz, ancaq bəzi hallarda bəli iştirak edir. Bu zamanda onlara maarifləndirici yalnız o halda valideynləri cəlb edirik Samira müəllimə. Dürdanə müəllimə yalnız o halda iştirak edə bilər ki, himayədar olsa, yəni onun himayəsində olsa, qanuni şəkildə məhkəmənin qərarı ilə, əgər o deməli həmin uşaqlar nənə baba baxırsa, hə onda olar. Qalan heç bir halda olmaz. İndi işləyən valideynlərlə biz onlayn, ümumiyyətlə onlayn iclas keçirdə bilərik. Ümumiyyətlə iclaslar müəllimlə yadınızda saxlayın. Həm fərdi keçirilə bilər, həm ümumi keçirilə bilər. Ümumi o halda keçirilə bilər ki, məktəbdə ümumi məsələləri həll etmək üçün. Məsələn, nəsə bir tədbir keçirmək istəyirsiniz, nəsə bir sinifdə bir problemli ümumi bir vəziyyət yaranar, ümumi məsələləri həll etmək üçün. Amma şagirdin fərdi inkişafıdır, şagirdlə bağlı problemdirsə, onu biz konfidensiallıq şərtini əməl edərək biz onu ümumi iclasa deməyə ixtiyarımız yoxdur. Və sadə deyə bilərik, indi valideyn iclaslarla da bağlı təlimat olsa daha yaxşı olar, konkret təlimat, amma yoxdur. Məsəl üçün, xarici ölkələrdə necə edirlər? Hər valideynə, məsələn, elan edirlər ki, bu gün 5A sinfi valideyn iclasıdır. Vaxt təyin edirlər. Saat tutal 15 dəqiqə, filan uşağın valideyni 15 dəqiqə, yəni 15 dəqiqədən artıq olmaz. Məsələn, bu gün bir 5 dənə, 10 dənə valideyni qəbul edirlər, sabah başqa 5-10 dənə valideyni qəbul edirlər. Yəni orada mütləq valideynlərin müəllimlərlə görüş saatı olur. Yəni bir tənzimlənir, bunun bir mexanizmi var. Amma bizdə isə valideyn iclasları biraz nəzarətsizdir, mən onu deyərdim. Amma işləyən valideynlər varsa, təbii ki, müəllim onu onlaynda keçirdə bilər. Dürdanə müəllimə. Buyurun müəllim. Sonra burada nə sual verim sizə? Qanunlar necədir? Yadınızda qalıb qanun? Mən 2 ay bundan əvvəl ayrılmışam sizin dərs təlimlərinizdən. 2 ay ayrıldıq bu sertifikasiyaya görə, ixtisasa görə.
bildim. Yaxşıdır Pis da deyil Məmməd. mənim. İstəyirəm ki, yox, qanuna hələ biraz birinci gün verəcəm. Çoxlu material göndərəcəm, öyrənərsiniz, təkrarlayarsınız. İstəyirəm ki, biraz kollektiv müqavilədən sual verim. Biz bilirik ki, idarə ilə deməli Həmkarlar İttifaqı komitəsi arasında müqavilə bağlanır. Yadınızda saxlayın. Biz müəllim kollektiv müqavilə bağlanır. İdarə ilə Həmkarlar İttifaqı komitəsi arasında. Biz müəllimlər də hər birimiz öz ərizəmizə əsasən o həmkarlara üzv oluruq və bizim ərizə ilə həmkarlara üzv olduğumuz üçün əmək haqqımızdan kifayət tutulur. Əmək haqqımızdan kifayət tutulur. Və həmkarlar bizim hüquqlarımızı müdafiə edir. Bu müqaviləni mən Durdan müəllimə bilmirəm siz əvvəlki qruplarda olanda göndərmişdim. Tanış olmusunuz yoxsa yox? Orda istəyirəm ki, sizə sual verim o müqavilə ilə bağlı. Məsəl üçün biz işçinin toyudur. O deməli ərizə yazıb həmin gün işə gəlməyə bilər. Onun əmək haqqısı necə olacaq? Ödəniləcək, ödənilməyəcək? Ödənişsiz məzuniyyət götürə bilər. Deməli, aşağıdakı 7 gün hallarda ailə vəziyyəti ilə, aşağıda ailə vəziyyəti, ana, baba, yaxın qohum, qaynana, qaynata, baldız və ya özünə aid tədbirlərdə, mərasimlərdə 7 gün ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ vardır. bu ödənişsiz məzuniyyətdir, düzdür? Ödənişsiz məzuniyyət odur ki, mən işə gəlmirəm, mənim günüm tutulur. Ümumiyyətlə gün hər zaman tutulur, fərqi yoxdur. Hansı səbəbə görə işdə olmursan. Və deməli əmək haqqım ödənilmir. Bu ödənişsiz məzuniyyətdir. Amma kollektiv müqaviləyə əsasən aşağıdakı hallarda müəssisənin maliyyə imkanları daxilində əmək haqqı saxlanılmaqla işə çıxmamasına razılıq verilir. Bax, bunları xüsusilə vurğulayıram. Uşaq anadan olduqdan sonra ataya, yəni uşaq dünyaya gəlib, bax bu əmək məcəlləsi, düzdür, bu kollektiv müqavilədə biraz səhv var. İndi mən bunu oxuyuram çünki məcəllədə yeni dəyişiklik oldu. Deməli deməli əgər ailədə uşaq dünyaya gəlibsə, ataya 14 gün ödənişli məzuniyyət verilir. Bunun adı əvvəl ödənişsiz məzuniyyət idi. Yanvarın 1-dən artıq qüvvəyə mindi ki, bu artıq oldu ödənişli məzuniyyət. Yəni ailədə uşaq dünyaya gəlir, ata 14 gün ödənişli məzuniyyətdən istifadə edə bilər. Yəni 14 gün kişi müəllim işə gəlmir, amma 14 gün əmək haqqısını alır. Aydın oldu? Əlbəttə. Sonra məsələn 1-ci sinifə gedən valideyn, övladı 1-ci sinifə gedən valideyn var ki, məktəb rəhbərliyi ona bir iş günü icazə verməlidir. Övladım 1-ci sinifə gedir, mən bu gün dərsə gəlmirəm. Bax bu kollektiv müqavilədə qeyd olunur. Sonra burada nə var? İşçi toyu olduqda, burada 5 gün yazılıb. Bax 5 gün işçi toyu olduqda, rəhmətə gedən O da ödənişli məzuniyyətə keçib Samira müəllimə. O da ödənişli məzuniyyətə keçib, toy oldu. Əgər kollektiv müqavilədə varsa, bəli, ödənişlidir. Yəni işçinin toyudur, işə gəlmir, amma o 5 gün pulunu alır. O 5 günün pulunu alır. Ödənişli məzuniyyətdir. Amma siz bunun həmin o kollektiv müqavilə bağlamısınızsa, yəni ora üzvsüzsə, o zaman sizə pul ödənilir. Elə müəllim var ki, ərizə yazır, çıxır. Həmin o həmkarlardan çıxır. Və o zaman ona aid olmayacaq. Xeyr, həmkarlara üzv deyilsə, ona aid olmayacaq. Aydın oldu? Bəli. Belə müsahibə ümumiyyətlə çox genişdir müəllimlər. Yəni ucu bucağı bitmir də. Müsahibəyə hazırlıq elə bir şeydir ki, yəni siz məcəllədə ən son dəyişikliyi bilməlisiniz. Məcəllədə istiqamət verim, ola bilsin ki, bəzi müəllimlər var mənimlə hazırlaşa bilmədi. Yəni özü oturub hazırlaşmaq istəyirsə, istiqamət verirəm ki, məzuniyyəti yaxşı oxuyun, xitamları yaxşı oxuyun, xitamlarda biraz dəyişiklik olub. Sonra qanunda heç qanunun hamısını bilməlisiniz. Sonra bir də situativ praktik suallar. Belə. Siz cavab mənə göndərdiniz müəllim. Hanı? Görmürəm axı. Qədir İsalı müəllim. Hanı gəlib çatmadı axı mənə. Hansı adla göndərmisiniz? Müəllimə, göndərmişəm. Nuranə yazılıb məncə. İsa Nuranə, salam.
Bir də bir söz soruşmaq istəyirəm müəllimə, çox qısa olaraq. Mən elə gün sabahdan analıq məsuliyyətinə çıxacağam 126 günlük. Hı. Bəs mən indi müsahibəyə də çağırırlar. O görəsən necə olacaq? Məsələn, Səssiz Belə. çıxartmayın. Səssiz çıxartmayın. belə qalmışam, belə Yeddi ay. çıxmaya da bilərəm görəsən. Müəllimə, orada əgər hiss eləsələr, indi bilmirəm də sizin sağlamlıq vəziyyətiniz necədir. Sizə yəni təyinat versələr də əgər lap sentyabrdan verərlər. Amma Doğrudan. hə, çünki indi siz axı o vəziyyətdə ana olmağa hazırlaşırsınız. Yaxşı oldu müəllimə, çox sağ ol. Mhm. Müəllimə, siz də imtahana, hə, müsahibəyə dəvət olunursunuz. Neçə bal idi dediniz sizdə? 49. Sertifikasiya balı 49 idi. MİQ və diaqnostik balınız nə qədərdir bəs? MİQ-də 47 olubdu 2019. Bəs diaqnostik? Diaqnostikə getməmişəm mən. Yaxşı. Yəni mənim vaxtım. Siz onda Təbii. 500 plus seçməmisiniz də, yəqin 500 minus seçmisiniz, hə? Yox, 500 plus da var axı. 2 dənə 500 plusdur, bir dənə 465 şagirdi. Hə, bir dənə 500 minus seçmisiniz də, düzdür? İndi baxdım, hə 465 şagirdi Ona imiş. görə çağırıblar da sizin müəllimə. Siz Olar, ancaq o olar. 465-i seçməsəydiniz, ancaq 500 plusları seçsəydiniz, sizə müsbət cavab gəlməyəcəkdi. Olar, mən dedim bəlkə 500 plusun biz müsahibəsinə getmişdik axı yayda. Yəni bəlkə ona görə çağırıblar, elə düşündüm. Sizi ardıcıllıqla çağıracaqlar müəllimə. Sizi ən sonda çağıracaqlar. Birinci 500 plusa kim yazıb, ancaq 500 plusu yazıblarsa onları çağıracaqlar. Ən axırda Aha. 500 minusları çağıracaqlar. İnşallah görək necə olur. Belə Salatın müəllimə, mənim hanı Salatın müəlliməm? Gözəl müəlliməm burada. Dərsdəsiz? Salatın müəllimə, dərsdəsiz? Mən bir çox müəllimlər var ki, onların təyinatını belə daha səbir, onlardan çox gözləyirəm. Yəni bizə işləri alınsaydı, hanı müəllimə? Salatın müəllimə. Sağ ol, dərsdəydi axı bəxtlarım. Əsəbləşib çıxıb evdən. Axşamınız xeyir Samira müəllimə. Olar bir sual verim sizə. Hə, buyurun müəllimə. Samira müəllimə Leyla müəllimədir, 270 nömrəli məktəbin təşkilatçısıdır. Mənə deməli çox sağ olun Samira müəllimə. Elə sizə sual verəcəydim şəxsidə. Deməli mənə amma gəlib ki, ixtisasla bağlı imtahan olunacaqsınız. Bilmirəm burada kurikulum olacaq yoxsa yox. 10 dənə. Yəni hə. O 10 dənə. 10 dənə sertifikasiya kimi, eləmi? Bəli, bəli, bəli. Bunu da bu ildən elədilər, müəllimə. Belə bir şey ilk dəfə. Yəni İlk dəfə. bəli, mən də valla yəni heç sertifikasiyaya hazırlaşmaq barədə heç bir düşüncəm yox idi. Heç hazırlaşmırdım da. İndi bir həftəyə bilmirəm gedim, getməyim, qalmışam belə. Gedin də müəllimə, Yəni, niyə getmirsiniz? Gedin. Hə, gedəcəm Amma belə bu bilmirəm. sizin imtahana buraxılmaq üçün də bu sertifikasiya sayılmır ki, bu sizin Bilirəm. imtahana buraxılmaq üçün nədir? Bir də YouTube-da elə öz fənninizi yazın, keçən il sertifikasiya. Dediniz, hə, elə sizə baxdım, orayla hazırlaşdım. Sertifikat sualları var idi, Hazır orayla baxıram. suallarla hazırlaşın müəllimə. İndi az vaxtda Amma heç düzgün olmadı da Samira müəllimə, heç düzgün olmadı da. Yəni hələ durum yaxşı belə. ki, bunu Mən qanunverici eləyiblər müəllimə. Yaxşı ki, eləyiblər. Axı nazir də öz çıxışında dedi, hələ yaxşı ki, bu şansı yaradırlar. Ki, gedin biraz bal toplayın, gəlin iştirak edin. Deyir ki, gəlin bal toplayın, iştirak edin də. Hə də, düzdür, orası da düzdür. Amma mən qanunvericilikdən gözləyirdim, əmək məcəlləsi, məktəbşünaslıq, yəni kurikulumları gözləyirdim də. Buradan keçsəniz, sonra gedib müsahibədə qanunvericilikdən sual Oradan da keçəcəm. Bəli, bəli. Çox sağ olun yenə də. Ətraflı məlumatınız üçün sağ olun. Bir buyurun müəllim. Salam Samira müəllimə. Salam, məndə də elədir o vəziyyətdir. Amma indi qorxuram ki, o sertifikasiya balı kimi daha bir də təkrar iştirak eləyə bilməyək. Yox, Əgər zəif sayılmır ki, müəllimə bu sertifikasiya harda yazılıb ki, bu sertifikasiya sayılır? Bu sertifikasiya sayılmır. Bu sadəcə Yəni sizin direkt işə qəbuluna buraxılmaq üçün sizin balınız olmalıdır. O deməkdir.
Bu sertifikasiya Hə, sahəsi. yəni az olsa, ya nəsə birdən çünki müəllimə demiş, mən ixtisasdan dərs keçmirəm, amma mənə çətin gəlir. Və əgər bal az olsa, mən də gəlib 42-dən yuxarı yığmalıdır, yoxsa 51 olmalıdır mütləq. 50. Müəllimə indi baxın hansı məktəbi seçirsiniz də. Bax görürsüz müəllimə 44 bal toplayıb onu dəqiqə bu nə səsdir gəlir. Görürsüz müəllimə 44 bal toplayıb, amma ona müsbət cavab gəlib. Çünki 500 minus seçibdi. 500 minus. Mən də yoxda Bakıda 500 minus yox idi, elə 500 plus idi hamısı. Bakıda yoxdur da. Bakıda hamısı 500. Bakıda yox idi və məcburən 400, 700, 800 min məsələn məktəb seçdik, amma gəldi cavab. İndi imtahana getmək üçün biz fikirləşirəm, heç getməyim. Heç getməyim ki, biraz problem yaranır. Bakıda 500 plusda iştirak eləmək üçün heç 51 toplamalısınız müəllim. 51 toplamalısınız ki, gedəsiniz. Ona görə sertifikasiya getmək Samirə müəllimə, axşamınız xeyir olsun müəllimə. Salamlayıram hər birisi. Salam, axşamınız xeyirli olsun. Çox sağ olun ki, bu dərsi təşkil eləmisiniz, amma çox təəssüf ki, 3 dəfə dərsdən çıxmaq məcburiyyətində qaldım. Yəqin ki, video yazısı olacaq da bu. Olacaq. Video yazını indi birazdan yüklənsin, göndərəcəm. Müəllimə, sizi tapmışkən sizə bir sual verim, xahiş edirəm. Hə, buyurun. Allah haqqı, mən o qədər sualım var ki, amma belə də imkan eləyə bilmirəm. Müəllimə, bu BSG-lərlə bağlı sual vermək istəyirəm. BSG-nin tam keçirilmə qaydası bizdə regionda fərqli-fərqli, məsələn, bizim regiondan digər regionlarda fərqli-fərqli tapşırıqlar gəlir BSG ilə bağlı. Ən düzünü siz bilərsiniz. Yəni, onun jurnala yazılma qaydası, keçirilmə qaydasını çox xahiş edirəm deyərdiniz. Sizdə hələ sinif jurnalıdır müəllimə. Bəli, bizdə elektron jurnal deyir, rayon məktəbidir. Orada mütləq yazılmalıdır jurnala. Çünki uşaq o dərsdə iştirak edirsə, onun tarixi qeyd olunmalıdır jurnala. Müəllimə, belə deyirlər, mən indi 3-4 ayda işləyirəm dərs sistem müdürü kimi. Deyirlər ki, bax, keçən belə olub ki, BSG yazılmasın jurnalın mövzu yerinə. Arxaya da heç tarix yazılmasın, ağ saxlanıb sadəcə qiymət yazılsın. İndi bu il də deyirlər ki, təhsil şöbəsindən ümumiyyətlə proqramdan BSG çıxarılsın. Deyir ki, niyə yazmısınız proqrama BSG-ləri silin. O düzdür, elə olmalıdır. Müəllimə, mən sizə bir şey deyim. Bunun konkret bir təlimatı yoxdur. Mən, bax, görürsünüz, bir il deyirlər yazın, o bir dənə kino var ya, oxu dedim, oxu, bir deyir oxuma. Hansı kino idi öyle? Vallahi elədim. Arşın malanda. Düz bir həftədə araşdırıram. Mən tam dəqiq bir məlumat ala bilmirəm. Hərə bir söz deyir. Biri var təlimat kimi göndərilə hamıya eyni bir şey. Başa düşdüm. Xumar müəllimə, sizə nə təlimat gəlib? Yazın deyiblər, yazmayın deyiblər. Onlar mən deyim. Mən axı bu ildən metodist kimi çalışıram və bizə dedilər ki, yəni BSG dərs zamanı keçirilməməlidir. O dərsdən sonra keçirilməlidir, bəli. O heç onu bilirik, bəli. Bəli. Və o, belə deyək də, perspektiv planlaşmada yazılmamalıdır. Bizə belə dedilər. Yəni, biz dərs dinləməyə girəndə, perspektiv planlaşmaya baxanda, yəni ona diqqət yetiririk ki, o BSG orada olmamalıdır. BSG rəhbərlik tərəfindən keçirilir. Və bizdə, məsələn üçün, bu il, indi hal-hazırda bizim direktorumuz yoxdur. O gedib müvəqqəti olaraq bizim zauçda onu elə bil ki, hələlikdə müvəqqəti onun yerindədir, bəli. Amma məsələn üçün əvvəllər bizdə belə idi. O elə eləyirdi. Məsələn üçün bizdə 2 növbəli məktəbdir. Məsələn, uşaqlar saat 1-ci növbədə olan uşaqlar yazırdı, hansısa vaxtı məsələn üçün də təyin eləyirdi. Həmin məsələn üçün paralellər həm Rus, həm Azərbaycan bölməsi eyni vaxtda yazırdı. Məsələn üçün 6-lar, yəni isə və bir neçə fən yazırdılar da, başa düşdünüz, əsas fənləri. Məsələn üçün belə. Sonra da ki, indi də axı Teams-də olacaq 4-lər. Məsələn üçün bizdə 4-lər hazırlaşırdılar ki, yəni kağız üzərində yazsınlar. Amma indi bu həftə dedilər ki, yox,
Gərək uçuş kodları təzədən hamısını şeydir bu bərpa eləsinlər, kimin ki şey yoxdur, parol zadı. Ona görə ki, dedilər, onlar da elektron qaydada keçəcəklər BSQ-nı. Yəni bizə belə deyiblər, bilmirəm valla, gənə də. Belə müəllimlər, dərsimiz bitdi. Samira xanım, bir dənə sual verə bilərəm? Bəli, buyurun müəllimə, buyurun. Samira xanım, Bəli. zəhmət olmasa orada yazılıb ki, bu kompüter birlikləri ilə bağlı. Bu kompüter birlikləri hansı belə deyək, intervalı əhatə edir burada? Həmişə yazırlar, İKT-dən sual, amma verməyiblər heç. Məsələn, uzaq başı versələr, Word-lərdə bir sual verir, amma mənim bu qədər qruplarımda müəllimlər var, onlar heç birinə müsahibə zamanı Word-dən necə istifadə edərsən? Bir də siz mikrofonu bağlayın, müəllim. Sizin mikrofon açıq olanda məndə əks-səda verir. Hə, bağlayın. Yəni bu qədər müsahibəyə gedən müdavimim var. Onların heç birinə kompüter necə açarsan, bağlayarsan, o proqramdan necə istifadə belə suallar verilmir. Amma indi süni intellekt dövrüdür də müəllimlər. Süni intellekt alətlərini bilməlisiniz. Məsəl üçün mən özüm Canva-dan bax indi burada ekranda paylaşmışam. Canva proqramından çox istifadə eləyirəm. Mənə çox dəstək olur posterlərin hazırlanmasında. Bir dənə ekran paylaşımı edim. Baxın Canva proqramı çox yaxşı da bir proqramdır. Mən də hazırlayıram mən. Bəli, Canva proqramı, Kahoot proqramıdır. Sonra Gamma proqramı var, Gamma API proqramı var. Yəni baxın görün burada hardaydı. Yəni o da çox gözəl proqramdır. Yəni bu süni intellekt həllərini bilsəniz, baxın çox yaxşı olar. Bəzi proqramların adını bilin. Amma EKT bacarıqları müsahibədə verilməyib. Yəni amma bundan sonra nə səviyyədə verirlər? Müəllimə, bunları biz hardan öyrənməliyik bu proqramları? Özümüz öyrənməliyik, yoxsa onun da bir kursu falan? Mən özümü öyrənmişəm. Biraz da YouTube-da, məsəl üçün, YouTube-dan maraqlanıram. Bunların hər birinin YouTube-da videoları olur. Hansı proqramı öyrənmək istəyirsinizsə. Bir də Instagramda, TikTokda, indi mən çox maraqlanıram deyə mənim qarşıma çıxır. Baxırsınız TikTokda ən çox hansı sahəni baxırsınız. Hansı müğənnilərə baxsanız, müğənnilərlə bağlı sizin səhifələr qabağınıza çıxacaq. Məsələn, mən baxıram, orada yaxşı proqramlar qarşıma çıxır ki, hə, müəllimlər daha yaxşı hansı süni intellektlərindən istifadə edə bilər, proqramlardan istifadə. Süni intellekt proqramları yazaq gəlsin də, eləmi süni intellekt proqramları. Bəli, bəli. Samirə müəllimə, bir sual verim. Təşkilatçıların imtahanı bu illərin gözlənilir. Bilmirsiniz, o haqda məlumatınız var? Hansı regionsuz? Qarabağ. Qarabağ neçə müddətli imtahan keçirtmir. Yəqin ki, bəlkə bu il artıq dəyişib də, yəni bu qərarlar yəqin bu il keçirdilər. Keçən il də keçirtmədi. Bax 2025-də Mil Muğan Yox, onu demirəm müəllimə. Sertifikasiya kimi də vəzifədə işləyənlərin imtahanı. Hə, onu deyirsiniz, müəllimə. O haqqda hələ konkret təlimat yoxdur, amma 2026-cı ildə bütün müəllimlər sertifikasiyadan keçib bitməlidir. Hamısı bitməlidir. Bəli, bəli. 2027-ci ildə artıq ikinci dövr başlayır. İkinci etap başlayır. Və o 2027-ci ildən başlanılan ikinci dövr sertifikasiya imtahanı, sertifikatlaşdırma MİQ-ə bərabər olacaq. Demək olar ki, MİQ səviyyəsində olacaq. Asan olmayacaq. Belə oldu müəllimlər. Sağ olun. Gecəniz Samira müəllimə. Bir dənə də sual mən verməliyəm. Samira müəllimə, bir dənə sual mən vermək olarmı? Samira müəllimədən əl çəkən deyilik. Hə, çəkmirik. Canım, bizə çox müsbət motivasiya verirsiniz. Canlı sağ olun. Samira müəllimə, bax, rektorların işə qəbulu həmin bu qeydiyyatda qanunvericilik hissəsi var idi. Samira müəllimə, eşidirsiniz də yəqin məni. Eşidirəm. Mən ora daxil oldum. Orada əvvəl də müsabiqələrdə iştirak edəndə daxil olurdum. Bizim keçdiyimiz qanunlar orada yazılırdı da. Amma bu illəri bir başqa yeni qanunlar var, Samira müəllimə. Yəni onun siyahısını sizə göndərim. Bilirəm nəyə deyirsiniz. O göy üzlü sənəd deyə qanun deyil. Orada situativ suallarda onu deyirsiniz. Yox, Samira müəllimə, qanunvericilik yazılıbdır. Bu direktorların işə qəbul 500 plusun yoxdur, ondan qeydiyyat.
Bildim. Göndərin görüm nə Ondan- deyirsiniz. Sənət var məndə. Görüm məndə olanı deyirsiniz. Orada situativ praktik suallar. Yaxşı Samira Hə, müəllim. göndərin. Daxil Onlar olub məndə onu sual screen verir. eləyib sizə göndərəcəm. Yaxşı. Oldu Bayaqdan müəllim. gözləyirəm. Hə, buyurun Oldu, Aysel çox sağ ol. müəllim. Buyurun Aysel müəllim. Sualınız varsa verin. Merak edirdim müəllim sözünü kəsdim. Müəllimə üzr istəyirəm. Mənim balım 57-dir. 57 bal toplamışam. Bilmək istəyirəm ki, ilk dəfə qatılıram da. Müsahibə mərhələsində birinci yerdə şagird sayı 500-dən yuxarı olan məktəb yazmışam. Birdən mən o məktəbə qəbul olmasam, digər yazdığım 2 rayona, yəni mənə təklif olunma ehtimalı var. O eləyə bilərlər. Siz müəllim Yəni o işləyirsiniz. Siz müəllim işləyirsiniz. Bəli, 6 ildir. Bəli, 6 ildir. 6 ildir müəllim işləyirsiniz. Yəqin ki, hələ versələr sizə böyük məktəb verməzlər. Hələ ki, kiçik məktəbə verərlər. Bir də ki, bal sırası ilə çağırırlar. Məsələn, sizin balınız yüksəkdir, 57 baldır. Yəni siz müsahibə başlayan anda həmin o yaxın günlərdə siz çağırılacaqsınız. Həmişə yüksək ballılar birinci çağırırlar. Yadınızda saxlayın. Yüksək ballı müəllimləri birinci çağırırlar. Odur ki, digər yazdığım 2 məktəbdə şagird sayı azdır, 136-dır. Yəni birincinə qəbul olmasam, digərlərinə götürülmə şansım var. O 136-nı ola bilsin ki, sizin müsahibəniz olana qədər digər məktəbdə müavin təşkilatçı işləyən müəllimlərə versinlər. Bu da ola bilər. Hələ görək qalacaq o məktəb. İndi məlumatınız olanda, əgər qalsa o məktəb özünüz də təklif edə bilərsiniz ki, kiçik məktəbdən başlayım, şagird sayı az olan məktəbdən başlayım. Məsələn, bu gün mənim qruplarımda bir 3-4 müəllim var ki, onlara şagird sayı 150-yə qədər olan məktəbləri regiondan zəng vurub təklif ediblər. Şagird sayı az olan məktəblərə. Direktorluq təklif ediblər. Belə oldu müəllimlər. Sağ olun. Nə sualınız olsa şəxsimə yazın. Gecəniz xeyrə qalsın. 1-ci günə qədər mövzu göndərəcəm. İndi bu gün gecdir. Sabah səhər tezdən mövzuları göndərəcəm. Artıq qanunla başlayacağıq. Yəni qanundan Əmək Məcəlləsinə edilən dəyişikliklərdən belə başlayacağıq. Oldu müəllimlər. Sağ olun. Müəllimə üzr istəyirəm, bizə müsahibə şəklində göndərəcəksiniz də, yəqin ki, onu sual-cavab şəklində. Bəli. Hə, yaxşı, oldu, sağ olun. Sağ olun, var olun, hələlik. Sağ olun müəllimə. Siz də var olun. Siz də sağ olun.